Yoxsa hara getdin? Ala. Düzəlmişdi. Arvam. Şatkası. No neydi elə dediyin? Gel bura. Ne dedin? Gel bura. Gel burada dur. Ne dedin? Tuşka şeyler. Bir dedi. Tuşka şeyler. Sen kimden öğrenmişsin o sözü? Senden. Ama orada polis de gelir. Balık ekmeği çok tarifliler. Ye. Ama yakınlaştırmış. Ay baba bilerek. Wow. Soyuktu. Alışırız. S is for all Santa who makes every. Yani yıldız Elbiyo. Nene bak. Merva. Dayan. Hava istiyorum. Merva ne istersen götür. Şirniyyat istəmirəm. Sadəcə kapuçino istəyirəm. Biz o qədər... Hə, mənim də çox şirniyyat. Orada yedik onsuz. Açın qapını. Sirlər aləmi. Suzananın bərk başı ağrıdı. Dən getdim, tez qaça. Spazmalqon aldım. Onlar oturublar restoranda. Allah şəfa versin. Adını nerede koydun? Ona elə deyil də Aldiza. Bu nədir? Kardeş. Bu xardan gəlir. Merva, ora bax. Qıpqırmızıdır ora, görsən? Gəl bura. Merva'ya bayramdan paltar almağa gəlmişəm Messi Vakiki'də. Amma nəsə bəyənə bilmirəm Merva, amma bəyənib. Bunları istəyirsən geymək. Lap şeydəki bayramı var, Cadılar bayramı. Koftava baxın, tişörtə. Ama ben bunu istemiyorum. Bunu aldım Merva'ya. 30 manata. Çok qəşəngdir. Yorulmusan? Biraz. Yok. Favorit marketdən Merva'ya ve bir de özüme bir şeyler aldım. Kızlar, burada bir tane bir şey var. Bayaqdan mı yıldayır? Gel benden gidelim. Sen aparın markete. Gel. Ben biraz da yiyeyim. Baxır o birisi tərəfə. Burada çoxlu bir şeyler var. Qorxur ki, birdən gəlib yeyərlər. Bir şeyim burada yatıp. Kızlar, markete gitmişken ne aldım? Bir tane üveyim bundan istedi. Sonra ilk defa böyle unitaz için antibakteriyel bunu aldım. Ve bir de çipsi. Kakas vlog hazırlayıram. Bunları yiyeceğim.
Nərvanı çimizdirmişəm. Qəşəng kənd yumurtasıyla da. Səhər yeməyi eləyirəm. Biraz duz, kərə yağı. Amma mənim çox xoşum gəlir. Ən sevdiyimdir bəlkə də. Benim en sevdiğim dolma. Ne tamam. Kebab o günləri yemirsən. Olsun. Nərvanla gedirik. Nərvaya birinci pijama almaq istəyirəm. Arkada otur. İndi bir çaşka istəyirəm almaq. Bunu bəyəndim. Məsəl yeni il abu-havalıdır, sadə. İstədiyim tonlar. Hay can. Ki bunu götürdüm elə. Bir də beləsi də var, amma bunları istəmirəm. Aslında yer istidir də. Nerede tamam. Bu daha çox xoşuma gəldi. Ona görə götürdüm bunu. 2 manat idi bunun qiyməti. Belə corab aldım. Əlində də pijama var. Hətta iç geyimləri də almışam. Pijamasını da birazdan göstərərəm və əsas Mərvaya belə bir paltar almışam. İkili dəsti, həm koftası da var. Belə. Çox qəşəngdir, çox bəyəndim. Ah, yox, bu bunun arxasıdır. Baxın, çox qəşəngdir. Nədir burada belə? Ha, büzməsidir. Nədir? Hə, bu büzmədir. Cibləri və bir də belə boynundan bunu asmaq. Bunu hətta ağ köynəklə də geyinə bilər, hər rəng köynəklə geyinə bilər. Çox bəyəndim, belə uzun və buna uyğun. Nərvanın qəşəng təzə sapaşkisi var. Bot. Botdur da səndə qara rəngdə, hə, sapaşki. Və söndürmə. Heç nə, heç nə, söndürmə. Sən sapaşkin alınıb, nə rəngdədir? Hansı? Qara sapaşkidir. Təzə, sənə alınan sapaşki. Kara. Uzundur. Uzun ya böyle. Bura hə, bildim, botdur. Belə qızlar. Mərvanın bayram geyimi belədir. Və Cekalivdən güya indi getmişdim mən. Yeni ilə aid nələr salmağa gedib ayaq altı alıb gəlmişəm. Amma yeni ilə aid 2 dənə əşya almışam. Belə çaşka. Və bizim balaca yolkamız. Qiyməti 10 manatdır. Keyfiyyətini bəyəndim. Yəni bir də qiymətinə görə aldım. O qədər çaşkalar var idi, amma mən bunu götürdüm. Bunu çox bəyəndim. 3 manat idi bunun qiyməti də. Yeni çaşkam. Bir də belə bir dekorativ yolka. Sizlərə göstərək təzə pijamamı. Bunu 22 manat aldım. Biri alınıb Mərvaya, Waikiki-dən, amma çox böyükdür. Ona görə hələlik bunu aldım. Çox gözəlsən, çox. Şirinsən Mərva. Gəl bura. Çox qəşəngsən. Baxın Mərva. Çox qəşəngsən, çox şirinsən. Bundan da. Belvi düz saxla. Uşaqlar, mən biliyorum çaxta babanın marağı olmuş. Həmin o qara sapaşkiləri də geyinərsən, super. Mama deməci bir də de, özüm deyəcəm. Yaxşı. Təzdən qoş. Qoşmuşam. Təzdən qoş. Всё, danış. Acizciğim, nə bu dünyada gözəli var? Yoxdur səndən gözəli. Ən gözəl sənsən. Sən şəhzadələrə bənzəyirsən. Deməli, mənə təzə pijama lazımdır və baxıram ki, burada hansı pijamalardan götürə bilərəm. Yəqin ki, burada bir pensi var. Burada hamısı bilirsiniz də, qızlar demişəm, bəlkə 1000 dəfə demişəm sizə. Hamısı təzə geyimlərdir. Bunu mən sentyabr ayında almışam. Qiymət 51 manata. Birinci işıqlardan başlayaq. Ama belə asmayaq da. Niyə biz necə asarlar başqa? O sən bilmirsən. Elə. Yox. Nə yox? Yox, çöldən yox, istəmirəm. Qoy evin içində olsun.
Baxın, hə. Yaxşı belə olsun. Sən, Ama bunu da bilirsin de neyin yiyecek. Aslında. bunu da yapa buradan. Bunu götürək. Hangi? Bu da sənin, amma indi olmaz. Dekorativ pərdələri qoydum yumağa. Burada da Mərva belə balaca yolka düzəldir. Yığıştıracağım. Yığışdım, özüm yığışdıraram, ürəyim. Mərva məndən deyir ki, kliyə alarsan. Dedim, sabahları düşüb gedib alarıq. Gəlib görürəm ki, Mərva gör neyniyim. Siz ala bunun ağlına baxın da. Sənin gələcəyin var, sənin çörəyin var ay Mərva. Heç narahat deyiləm sənin gələcəyin Ay, qız Alisə. Baxım, neynəmsən? 2 dəqiqə marketə düşüb gəldim. Neynəmsən bax. Oğlum armut sokudu. Hə, duşez. Sonra bunu da qoymuşsan. Ay Allah, ağıllı qız. Ay, afərin, afərin. Oy, bəs bu nədir? Bu nədir? Şank. Qəşəng, qəşəng. İndi bunu götürərəm, atarıq, uca xarab olacaq o yoxsa elə. Amma bunlar hamısı əladır, yaxşı. Boy, bunu da bura qoymuşsan. Bu lap əladır, Mərva. Doğrudan, bax, Allah haqqı, bu lap qəşəng oldu. Elə bunun yeri buradır. Afərin sənə. O çok önemli. Mərva üçün yemək hazırlamışam. Ətlə makaron. Mən özüm də yeyəcəm. Bayaqları Mərvanı yedizdirdim. Özüm yemədim. Mərva! Gəl! Necədir? Uçak bileti ve konaklama bizden hediye. Son günü 31 Aralık. Şimdi bize WhatsApp'tan ulaşın. Yılın son fırsatını kaçırmayın. 58 ülkeden Mərvanın yenisi başqası. İndi bilmirəm. Bunu mən almışam. Bilmirəm hansını geyindim. Deyirsən, Buna uygun mu? bunu deyirsən 80 manata alıblar. Gəl, gəl bura. Gəl. Adam bir tane oyunu yapabilir. Sən çox qəşəngsən. Biz hamıdan tez gəlmişik. Gördün mü alsan? Gördün, xoşuma gəldi. Gəl. Nerede? Bunu mən Temu'dan sifariş eləmişdim sənə. Gördüm. Nerede? Bəyəndin? Mərva, sən onları görmüsən, görməmsən. Bunu yaxşı görməmişəm. Hə, sö. Kızı yendim sen burada. Hə, ondan almışam. Sonra nə var? Buna bax nə qəşəngdir. Safka bu. Salfetkadır. Bir safka. Bunlar nədir? Hə, Bir əməm. tane açtım sen. Hamısını yemisən. Sən öskürürsən, Ama sən 3 olmaz. tane yemişim. Aaa bakın. Duramıyorum. Ay, bloknot. Necə baxmısan ki sən məktəbdə? Yani hazırlandım. Всё, уже şirniyyat sənə qəti olmaz. Yaxşı Mərva? Bax. Bax. Sən belə heç öskürmürdün. Şirniyyat qəti olmaz.
Can. Can. Hələlik bunu yeyirsən, sonra sən düşbərə verəcəm. Sonra ət bişirmişəm püre ilə. Böyle istemiyorum. Yaxşı, onda ətlə püre eləmişəm, onu yeyərsən. Əti belə bölmüşəm və kartof, adi kartof. Hardasan? Hə. Gəl, oraya yaxşı olmusan. Keç Ama otur. sesim tutuldu. Gör nə qəşəngdir. Deyən əllə yox, əllə yox. Benim sesim bu. Xoşva gəldi yemək. Elə dadlıdır, hə? Mərva ev yeməkləri sevir də mənim qızım. Bununki ev yeməyidir. Çöl yeməyindən arası yoxdur. Mən də marketdən kulinariya restoran var. Oradan aldım. Bir belə ekler, 2 dənə də belə qozlu peçenya. Bunları kofelə içəcəm, bir də çayla. Bilirəm ki, belə vəziyyətdə apesin olmaz yemək. Amma bu uşağın immunitetini qaldırmalıyam da mən. Baxın, dünənləri soyutma ətlə püre eləmişəm. İndi düşbər eləyəcəm. Xoşa gəlir düşbərə. Yəni, çaşdım dedim, xoşa gəlir yox. Yəni, düşbərə də ətli, xəmirli yemək, sulu yemək. Yaxşı. İndi də meyvə verim ki, biraz banan da var əslində. Prosta banan biraz yumuşalıb. Amma bu ikisini vereyim. Qəşəng yemək bişirəcəm. Sən düşbərə sevmirsən? Niyə, Mərva? İstemiyorum. Ən balaca-balacadır düşbərələr. Bu balacadılar, bu boydadılar, bu boyda. Sen onu almışsan, ben istemiyorum. Mən onu özüm bişireyim deyirsən. Mən onu bişirənəm. Ama sen onu niye pişirmişsin? Mərva çox çətindir onu bişirmək. Hayır, bir de gel şeydi. Bir dəqiqəli şeydirsə özüm bişir onda. Bir hamur göstereyim. Ala, hələ ki bunu ye. Hamısını yemeyelim. Nə bacarırsan ye də. Biraz immunitetini qaldırmayı bala sənə sifarişlər eləyəcəm. Vitaminlər sifariş eləyəcəm sənə. Yayda vitamin D almışıq, amma indi omega yağı, həm bir də multivitamin alacağım Mərvaya. Düşbərəmiz hazır oldu. Mərva da yarısını tökmüşəm, amma qaynardı. Mərva çox dadlıdır, sən həmişə düşbərə sevirdin. Ama Hayca, susam. bilirəm. Amma həmişə sən düşbərə sevirdin axı. Yeməyi ye, qəşəng bayaqlarda meyvə zad da vermişəm sənə. Bunu ye, sonra da sənə başqa bir şey bişirəcəm. İndi yox, qaynardı da, biraz keçsin. Yaxşı. Can. Turşu falan Mərvaya olmaz. Bu da nanə. Keçən səfər bir xanım yazmışdı ki, belə vəziyyətdə nanə çox vermə. İnanırsınız, quru nanənin belə nə qədər xeyri var da. İndi biraz tökdüm. Ben içindeydim. Biraz tökdüm ki, belə dad versin də, heç olmazsa. Anne de birer ay mama. Acılık verin anne. Vermir elə acalıq. Hə, nə bilim, bu dəqiq istəyirəm hər şey yesin ki, bu uşağın immuniteti qalxsın. Düzdür, zərərli şeylər zaten, yəni elə şey var ki, onu yeyər, elə bir qida var ki, onu yeyər, daha da pisləşər, amma elə böyük bir şey olmaz. Nanənə. Qızlar, inanırsınız, o qədər dadlı bişirmişəm, kərə yağında, biraz ədvalardan qatmışam. Amma biraz düşbərələr yekə görsənir, elə yekə də deyil. Belə balaca da videoda yekə düşür. Mama ver de. Verək. Tıq. İstəmirsən, qatıq. Anne kızdırma var. Yoxdur, mən bayaqları baxdım. Kaynarım. Profka çok. Mərvanı aparım həkimə. Siz nə boyda yol gəlmişik. Bu xəstə xalımızla. Yarım İkimiz də. saattir geldim. Hə, vallahi bəlkə də bir 20 dəqiqə olar ki, bir dənə buradan bu tərəfə gəlmək halımız da yoxdur. Can. Çox şükür pnevmoniya deyil. Əsas odur ki, pnevmoniya deyil, indi müalicə yazılacaq. Rengin elədik Mərvanı.
Gəl bura. Давай секрет. Deli video saxla. Давай секрет. İkimizə polunu bəs eləyəcək bu. Xoşun gəlir xəngəldən. Hə, Mərva, necəsən? Al. Qızlar, inanın, elə pis haldayam. Mərvaya güclə bir dənə bu yeməyi hazırlaya bilmişəm. Özümdə indi bundan yeyəcəm. Mərvaya çoxlu meyvə vermişəm. Bir dənə güclə bu yeməyi hazırladım. Valla tut belə rahat. Bunu da mən də yeyeyim biraz. Sonra birazdan sənə toyuğu pörtlədəcəm suda. Yaxşı, soyutma eləyəcəm toyuqdan. Yanında da ki, püre kartof. Yaxşı, hər yerdə var dərman. Pis gündəyik. Mənim də qızdırmam 39-40. Mərvan artıq 2 gündür qızdırması yoxdur. Ama püskürme var. Ama kaynar da. Qaynar deyil, gəl bir damcı bax. Şu duman da çıxır. Yox, damcı qabağa gəl. Mümkün deyil qaynar olsun. Mümkün deyil qaynar olsun da Mərva. Sen kaynar, o mənə kaynar gəlir. Gündəyəm. Ailəlidən. İşte bir dənə piraşki aldım. Vaş, vaş, vaş. Dağıtdım onu. Bunu da Mərvaya almışam. Bunları da özünə. Necə yığışdıracağıq bu evi Mərva? Mənə dərd götürüb artıq. Evə baxın, nə gündədir ev. Bir də evə baxın, mən yazıq neyini yiyəcəm? Ala. Amma əllərimi yazma, yaxşı Mərva. Tamam. Baxça mən başa düşəcəyin nə eləmişəm mən burada. Başa düşəcəyim. Nə başa düşmüsən nə elədiyimi? Diyan. Bu kimdir? Bu Xalidlə sənsən. Yox. Kimdir bunlar? Elə belə eləmişəm. Elə belə. Neyirlər və bunlar neyirlər? Bunlar top oynuyorlar. Hə. Hə. Başa neyir? Bu şar uçurdur. Yox. Uşaqdır. Uşağı uçurdur. Atır göyə tutur. Hə, kimdir bəs bu? Elə bilmirəm. O da bilmirsən kimdir. Bəs bu kimdir? Bu hə araba sürür. Düzdür? Bir şeydir. Nə? Bir şey. Bir şeydir bu. Hı. Diyan. Və Ankaralı bir şey. Hə, bax belə baxanda hə pişiyin başı, ayaqları, quyruğu. Yemək istəmişəm. Yox, alınıb. Prosta mən tuta bilmədim. Bir damcıq bunu kvadrat eləmişsən. Burasını biraz elə bir ki, belə oval eləsəydin yumru. Hə. Bəs bu kimdir? Bu da mənəm, yoxsa yox? Başqa bilirsən. Hansı başqası? Hamısı burada mənə aid heç ki, bizə aid heç nə yoxdur. Yoxdur, hə. Bəs bu kimdir bu evdə tək qalan? Edeşim yoxdur. Bəs burada adam var axı. Adam deyil o şişədir. Şüşə, bəs burada axı adama oxşuyur. Vazadır, vaza. Vaza, hə. Heç birini tuta bilmədim, hə? Yox, bunlar Bu nədir? Bu ən asandır. Bu da ilbisdir. Yuxarı nüş çıxıb bu. Evin içində. Bəs bunların... Bunları da bildim. Afərin. Ye. Əlbəttə bilmirsən. Vay, ayaqlarına bax bunun. Gəlib harı çatıb. Zəlləviyim mən duşanı. Mərvanın bu balonkasını təzə kurtqadır da bu. Ağ olduğu üçün tez çirklənir.
Bunu yudum və belə tiftik aparatım var. Burası tiftiklənmişdi, onu da təmizlədim. Amma gələn illəri Mərvaya qara rəngdə alacağam. Əslində bir dənəsində almışdım keçən illər. Qızlar, bunu 130 manat almışam. Çox keyfiyyətlidir və çox qalındır. Amma bir dənə qara istəyərəm alam. Bunda nə ləkətsə bilmirəm. Yumuşam, çıxmır. Və bir də Mərvaya təzə geyimlər almışam. Belə bir tişört. Ben bunları giymemişim. İndi geyinəcəksən. Niye aslında bunları giymemişim? Bunun qiyməti 25 manatdır. Endirimlə. Və bir də belə bir lasina. Bu da 20 manata. Hər dəfəsində Mərvaya, nə bilim, plastilin, flomasterlər, Mərvanın bitmək bilməyən bu sevgisi. Hər dəfə şəhərə çıxanda mənə bunları aldırır. Mərvanın təzə geyimi. Çox qəşəng, çox qəşəng. Əla.